Azərbaycanda 2025-ci il siyasi motivli olduğu deyilən həbslərlə yadda qaldı. Yerli və beynəlxalq hüquq müdafiəçiləri bu il ölkədə siyasi məhbusların sayının 400-ü ötdüyünü deyirlər. Bunlardan ən səs-küylüsü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsi oldu. Qanunsuz heç bir işlə məşğul deyilik. O, hakimiyyəti ələ keçirməyə cəhdə ittiham olundu. Sabiq prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı da cinayət işi açıldı. Barəsində ev dustaqlığı qəti imkan tədbiri seçildi. İl ərzində Toplum TV əməkdaşı Fərdi İsmailov da daxil olmaqla müxtəlif vaxtlarda müstəqil jurnalistlərin həbsi davam etdi. Toplum TV və Meydan TV işləri üzrə məhkəmə prosesləri başladı. Abzas media işi üzrə həbsdə olan jurnalistlərə isə hökm oxundu. Eyni zamanda beynəlxalq media qurumlarının BBC, Amerikanın Səsi və Bloombergin ölkədə fəaliyyət göstərən jurnalistlərin akkreditasiyası ləğv olundu. Turan İnformasiya Agentliyi də fəaliyyətini dayandırdığını açıqladı. Bir neçə il əvvəl xitam verilmiş QT işi də yenidən açıldı. İş üzrə istintaqa 100-dən çox şəxs cəlb olundu. Bir sıra QT rəhbərləri və fəallar barəsində həbs və ya digər qəti imkan tədbirləri seçildi. Xaricdə olanlar isə axtarışa verildi. Ötən illərdə həbs olunmuş bir sıra ictimai fiqurların məhkəmə prosesləri isə başa çatdı və onlara uzun müddətli həbs cəzaları verildi. Bu il həm də vəkillik fəaliyyəti dayandırılmış hüquqşünasların həbsi ilə əlamətdar oldu. Oktyabrda 6 aylıq vəkillikdən uzaqlaşdırılan Zabil Qəhrəmanov, eləcə də 2005-ci ildə vəkillər kollegiyasından çıxarılan Namizəd Səfərov həbs olundular. Hüquq mühafizə orqanları bu il xaricdə yaşayan 24 hökumət tənqidçisinə qarşı cinayət işi başlatdı. Onların bəziləri barədə məhkəmə qiyabi hökm çıxardı. Avropa Parlamenti dekabrda Azərbaycan hakimiyyətini həbslərə görə qınayan qətnamə qəbul etdi və Avropa İttifaqına sanksiyalar tətbiq etməyə çağırdı. Prezident İlham Əliyev dekabrın 15-də amnistiya təşəbbüsü irəli sürsə də siyasi məhbus kimi tanınanların əksəriyyəti bu aktdan kənarda qaldı. İndiyə kimi 30-dan çox inanclı şəxsin amnistiya ilə azadlığa buraxıldığı bildirilir. Azərbaycanın xarici siyasətində bu il Ermənistanla sülh sazişinin məhdinin paraflanması ən yadda qalan hadisə olub. Bu və digər sənədlər Vaşinqtonda ABŞ prezidenti Donald Trumpın iştirakı ilə imzalanıb. Həmçinin Azərbaycan ilk dəfə olaraq Ermənistana neft məhsulları ixrac edib və bu ölkəyə tranzit blokadasını aradan qaldırıb. Azərbaycanın Rusiya ilə münasibətləri isə xüsusilə iyunun sonlarından daha da gərginləşib. Buna səbəb Rusiya Federal Təhlükəsizlik Xidmətinin reydi nəticəsində 2 azərbaycanlının ölümü və digərlərinin həbsi olub. Bundan sonra Azərbaycanda da Sputnik əməkdaşları daxil olmaqla 10 Rusiya vətəndaşı həbs olunub və Rus evinin fəaliyyəti dayandırılıb. Oktyabrda Əliyev ilə görüşən Rusiya prezidenti Vladimir Putin ötən il baş verən Azal təyyarəsinin qəzasından ölkəsinin məsul olduğunu etiraf edib və konkret şəxslərin cəzalandırılacağına söz verib. Bunun ardınca həbsdə olan Sputnik əməkdaşları ev dustaqlığına buraxılıb və ölkəni tərk ediblər. Buna baxmayaraq Rusiyada həbsdə olan azərbaycanlıların həbs müddəti uzadılıb. Azal qəzasına görə heç kim məsuliyyətə cəlb olunmayıb və münasibətlər gərgin olaraq qalıb. Bu il Milli Məclisdə gələn il üçün nəzərdə tutulan yeni cərimələr qəbul olunub. Bəzi güzəştlər ləğv olunub və mövcud rüsumlar artırılıb. İxtisasçılar bunu Azərbaycanın neft gəlirlərinin azalması ilə, qeyri-neft sektorunun isə inkişaf etməməsi ilə izah edirlər. Bəzi müşahidəçilər bunun gələn il Azərbaycanda ciddi narazılığa və etirazlara yol aça biləcəyini təxmin edirlər.